Salam hörmətli izləyicilər, sizi bir xatadan qorumaq istəyirəm. Bir neçə zolağı olan belə yolda solda tıxac varsa heç vaxt sol zolağı tutmayın. Kimsə deyə bilər ki, Aqil müəllim, nə olacaq ki sol zolağı tutanda? Həmin soldakı avtomobillərin arxasından adam çıxa bilər. Bundan başqa belə tıxaclarda bir də görsən hövsələsiz bir sürücü qarşı zolağa çıxır. Yenə də kimsə deyə bilər ki, ay Aqil müəllim, belə ola bilməz, cərimələr bahadır, ola bilməz. Onda zəhmət olmasa videonun arxasına baxın. Baxın, bütün tıxacdan fərqli olaraq qarşı zolaqdan avtomobil gəlir. Və təsəvvür edin ki, siz sol zolaqda olsaydınız, toqquşma mütləq olacaqdı. Mütləq toqquşma olacaqdı. Məndən sizə məsləhət. Belə hallarda ya sağ zolağı, ya da qarşıda gedən avtomobil kimi orta zolağı tutun. Diqqətinizə görə çox sağ olun, özünüzü qoruyun.